Son günlər Bakı-Tbilisi-Bakı sərnişin daşımalarının bərpası ilə bağlı məsələ yenidən gündəmə gəlib. Bir neçə gün bundan öncə Gürcüstanın dəmir yollarından bildirilmişdi ki, Bakı-Tbilisi-Bakı sərnişin daşımalarının bərpası istiqamətində texniki detallar dəqiqləşdirilir. Qurumdan qeyd olunmuşdur ki, hazırda tərəflər intensiv işləyir və hərəkətin bərpasının konkret tarixi isə daha sonra açıqlanacaq. Ötən gün isə Gürcüstan dəmir yollarının adından Bakı-Tbilisi-Bakı sərnişin daşımalarının bərpası məsələsinin təxirə salındığı ilə bağlı bir sıra mətbu orqanlarda məlumatlar yayılıb. Məsələ ilə bağlı 24 News xəbər portalının suallarını cavablandıran Gürcüstan Dəmir Yolları Departamentindən bildirilib ki, prosesin təxirə salınması ilə bağlı yayılan məlumatlar dezinformasiyadır və onlar tərəfindən belə bir məlumat açıqlanmayıb. Qurum dəmir yolunun bərpası prosesinin davam etdiyini və yaxın zamanlarda hər iki tərəfin birgə razılığı əsasında proseslə bağlı ictimaiyyətə məlumat veriləcəyi qeyd olunub.